İngiltərənin hava yolları British Airways 30 mindən artıq əməkdaşı üçün yeni rəsmi uniformasını təqdim edib. İngiltərənin öz rəsmi hava yollarının saytından götürmüşəm ki, 30 min, baxın budur, 30 minlərlə işçisi var bu saytda və yeni uniformaya keçib. Necə ki, məktəblilər misal üçün keçirlər, formalar keçirlər. Həmin formadan da biri bu hicabı təsdiqləyiblər. Baxın, əziz izləyicilər, bu hicabı təsdiqləyiblər. İngiltərənin hava yolları 30 min işçisi var və təsdiqləyib ki, həqiqətən də bu hicabı da o hava yolları təsdiqləyib ki, hicablı xanımlar, işləyən hicablı xanımlar həmçinin işləyə bilsinlər. Və orada nə yazılır? İngiltərənin saytında yazılır ki, ünvan belədir. British Airways 30 mindən artıq əməkdaşı üçün yeni rəsmi uniformasını təqdim edib. Və deyir ki, kolleksiyaya kişilər üçün klassik 3 hissəli kostyum, qadınlar üçün don, ətək və şalvar seçimləri, həmçinin aviaşirkət üçün ilk dəfə müasir kombinezon daxildir. Bundan əlavə, saytın özü yazır, İngiltərənin öz saytı yazır, hicablı xanımlar üçün, orada işləyənlər üçün. Bundan əlavə, şirkət üçün tunika həmin uzun paltar edir, dizə qədər və s. Şirkət üçün tunika və hicab seçimi də hazırlanmışdır. Bundan əlavə, şirkət üçün tunika və hicab seçimi də hazırlanmışdır, əziz izləyicilər. Bu İngiltərə idi ki, hicablı xanımlara hörmət olaraq, həmçinin təyyarədə işləyənlərə, bələdçilərə hicab da qəbul edib ki, bunu geyinsinlər. Haqqa girmək olmasın ki, insanın hər kəsin öz haqqı var, geyim haqqı var və o da geyinirsə, müsəlmansa gəl, belə hicab geyinsin. Təəssüflər olsun ki, eşitirik ki, yaxınlarda işitirik ki, bəzi ölkələr müsəlman ölkəsi olmağına baxmayaraq hicabı qadağan edir, təəssüflər olsun. Tam açıqlamanı oxumadım, ancaq eşitdim düzgün hansı formanı qadağan edib, ümumi olaraq istədim bunu göstərəm. Bu İngiltərənin hava yolları idi ki, müsəlman hicablı xanımlar üçün də hicablı geyimi uniform olaraq təsdiqləyib qəbul edilmişdir.